Salam əziz dostlar, bugün Azərbaycanımızın Təbriz şəhrinə aid olan murabbalarından biri balah murabbasını bişirmək istəyirəm. Balah alanda diqqət eləyin ki, iri balahlar olsun. Ortadan ikiyə bölüb, sonra da dördə bölürük. İçini çıxardıb və qabıqlarının sarı yerlərini də ayrı bir iti bıçaqla soyuruq. Qabıqlarının sarı yerindən də murabba bişirirlər ki, mən bişirmədim. Bu da çox ləzzətli bir murabba olur və mədə ağrısına çox yaxşı gələn bir murabbadır. Qabıqlarını soyduqdan sonra bir böyük qablamaya alıb, üzərinə gələcək qədər su töküb, ocaq üstünə alıb və qaynadırıq. 5-10 dəqiqə qaynadıqdan sonra ocaq üstdən alıb və süzürük. Diqqət eləyin ki, süzgecdə olan zaman bir mələğə ilə üzərlərinə bastırın ki, içində olan acı sular da çıxsın. 5-6 seri bu işləmi təkrar eləyirik, sonra keçirik şərbət hazırlamağa. Ölçülər kəpşində yazılıdır, lütfən diqqətlə oxuyun. Bu murabbanın ətri heldən gəlir, lütfən heli unutmayaq. Bir neçə qaşıq da limon suyu töküb, gözləyin şərbət qəvama gəlsin. Şərbət qəvama gəldikdən sonra balahları suyunu sıxıb və şərbətə salın. Zaman verin, qaynayıb sevdiyiniz qəvama gəlsin. Murabbalarınız gözəl qalsın istəyirsiniz, kəpək vurmasın, şəkər bağlamasın, frizerdə saxlayın. Bu murabba qonaqlıqlarda deser kimi serv olur. Pişirən, yeyən hər kəsə nuş olsun. Ləzzətli reseptləri əldən verməmək üçün peycimə baş vurun. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.